İnsanlar birdən-birə dəyişmir. Sən bunun fərqinə gec varmısan əslində. Bir insanın səndən soyması və ya sənin bir insandan soyman bir gündə baş verən bir məsələ deyil. Bu zamanla formalaşan bir prosesdir. Sözügedən prosesdə müxtəlif siqnallar özünü göstərir. Bu siqnallar cütlük arasındakı davranışda, bir-birinə münasibətdə, istərsə də yazışmada və s. özünü yavaş-yavaş biruzə verir. Münasibətin gedişatında yaranan həmin bu siqnalları insanlar özlüklərində xüsusi bir səbəb axtararaq keçişdirir və ya üzərini örtürlər. Məsələn, o əslində belə düşünmədi, bəlkə də mən səhv başa düşdüm, bəlkə də problem məndədir, yox bu dəfə onun düşündüyü belə deyildi tipli məsələlərlə özlərini təsəlli eləməyə çalışırlar. Amma bu davranış şəkli problemləri həll eləmir. Yəni biz siqnalları görməzdən gəliriksə və problemi xalının altına süpürürüksə, o problem həll olacaq deyə bir məsələ yoxdur. Şəxsin münasibət daxilində bu siqnalları görməzdən gəlmək əvəzinə dəyərləndirməsi olduqca müsbət bir haldır. Belə olan halda insan münasibətini daha sağlam formalaşdıra bilər və ya münasibət bitirsə, artıq yəni bitmə dərəcəsinə çatarsa, siqnalları daha öncədən gördüyünə görə ayrılıq prosesi onun üçün ağır bir travmatik hal yaşatmaz. Hər kəsin fərqli sahədə fərqli narahatlıqlarının və problemlərinin olması normaldır. Burada əsas məsələ bizim problemə yanaşma stilimizdir. Əgər problemləri özümüz həll edə bilmiriksə, mütləq şəkildə dəstək almaqdan qaçırmamalıyıq.